Müasir dövrü süni intellektsiz təsəvvür etmək çətindir. Həyatımızın hər sahəsinə daxil olub deyə bilərik. Süni intellekt savadlılığı proqramı da hazırda var. Ümumiyyətcə, bəs bu proqram bizə nə verəcək və digər istiqamətlərdə təbii ki, önəmli suallarımız olacaq. Sualımızı isə ünvanına çatdırmaq üçün qonaq dəvət etmişik. Asan İnnovativ İnkişaf Mərkəzinin təmsilçisi Nofəl Əliyev bizimlədir. Xoş gəlmisiniz Nofəl bəy. Xoş gördük. Salamlayıram hər bir kəsi. Nofəl bəy, ilkin olaraq sualımı ünvanlayayım. Düzdür, süni intellekt savadlılığı deyəndə təxmini olaraq nə isə biz anlamağa çalışırıq, ancaq bu proqramın məğzi nədən ibarətdir? Yəni bizə nə verəcək, nə təqdim olunur? Proqram ilk öncə onu qeyd edeyim ki, Prezident yanında vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan Asan İnnovativ İnkişaf Mərkəzinin tərəfindən həyata keçirilir. Süni intellekt savadlılığı proqramıdır. Proqramda əsas məqsəd odur ki, vətəndaşlar süni intellektdən istifadəni öyrənsinlər. Əsas məqsəd budur və biz bu təlimləri Asan İnnovativ İnkişaf Mərkəzinin binasında həyata keçiririk. Eyni zamanda digər şirkətlərə də bu təlimlər həyata keçirilir. Düzdür, proqram çərçivəsində iştirakçılara müasir dövrün ən vacib üstünlükləri, ümumiyyətcə bacarıqları təqdim olunacaq dediniz deməyinə. Bunu nəzərimi yoxsa praktiki mi daha çox olacaq? Biraz da bundan danışaq. Təlimlər artıq həyata keçirilir. İlk öncə onu qeyd edeyim ki, biz bu təlimə artıq təlimlərə daha doğrusu bir ilə yaxındır ki, başlamışıq və bu müddət ərzində ümumilikdə bizim 2000-dən çox iştirakçı bizim təlimlərə qatılıb. Təlimlər həm praktiki, həm də nəzəri şəkildə həyata keçirilir. 2 saat ərzində baş tutur və nələr öyrənirlər təlimdə, istəyirsiniz onu da qeyd edeyim. Əlbəttə, buyurun. Təlimə qatılan iştirakçılar süni intellekt alətlərinin səmərəli şəkildə istifadəsini öyrənirlər. Bu təlimlərə istənilən yaş kateqoriyasında olan insanlar qatıla bilər. Yaş məhdudiyyəti yoxdur. Hər hansı bir vəzifə və yaxud da status fərqi yoxdur. İstənilən sahənin... Yəni, hər hansı bir peşə üzrə də bir məhdudiyyət yoxdur? Hər hansı bir peşə də fərqi yoxdur. Çox insanlar deməli, düşünürlər ki, bu təlimlərə gəlmək üçün deməli, texniki biliklərə ehtiyac var. Belə bir ehtiyac da yoxdur. Çünki biz onlara proqramlaşdırma öyrətmirik. Süni intellekt alətlərinin düzgün şəkildə istifadəsini öyrədirik. Bəzi məqamlarda təbii ki, texniki biliklərə ehtiyac var, amma o qədər də dərin ehtiyac yoxdur. Yəni. Bəs yaxşı, proqramın müddəti nə qədərdir? Proqram 2 saat ərzində davam edir və tamamilə ödənişsizdir. 2 saat ərzində biz həm bayaq da qeyd elədiyim kimi bir hissəsini nəzəri hissəyə deməli ayırmışıq. Əsas hissəsi isə praktiki. Əsas hissəsi isə praktiki olaraq həyata keçirilir. Yəni bizim təlimlərin üstünlüyü ondan ibarətdir ki, iştirakçılar təlimə qatıldıqdan sonra artıq praktiki bacarıqlar öyrənib gedirlər təlimdən. Yaxşı, bu hansı günlərdə olacaq? Əgər buna maraq göstərən tamaşaçılarımız əlbəttə ki, olacaq. Təlimlərimiz davam eləyir. Hər gün demək olar ki, keçirilir. Ancaq dəqiq və konkret vaxtla bağlı Asan İnnovativ İnkişaf Mərkəzinin sosial media hesablarını izləməyi tövsiyə edirəm. Çünki yenə qeyd edirəm, dəqiq məlumatlar bizim sosial media hesablarında öncədən insanlara çatdırılır. Dediniz, yaş məhdudiyyəti də burada yoxdur. Kiçikdən böyüyə hər kəs burada iştirak edə bilər. Bəs yaxşı, ərazi olaraq bir məhdudiyyət varmı? Yəni, söhbət ərazi dediyimdə sadəcə paytaxtdan mı bu proqram nəzərdə tutulub, yoxsa digər bölgələrimizdə də olacaqmı? Biz ilk başlayanda Bakıda başladıq bu proqrama. Təbii ki, Bakıda başladığımız ərəfələrdə yaxın regionlardan kimlər gələ bilirdisə, kimlər qatıla bilirdisə, qatılırdılar. Ancaq sonra biz qərara gəldik ki, bunu niyə də regionlarda da etməyək və Şuşadan başladıq. İlk öncə Şuşada çox deməli uğurlu bir təlim sessiyası baş tutdu vətəndaşlara, müəllimlərə, tələbələrə və digər kateqoriyalı insanlara. Maraq necədir orada? Varmı maraq? Çox böyük maraq var idi, sizə açığı deyim. Ümumiyyətlə bizim təlimlərə maraq həddindən artıq çoxdur və ümumi faiz nisbətini götürsə 95%-dən yuxarıdır bizim təlimlərin məmnuniyyət dərəcəsi. Regionlara gəlmişkən biz Şuşadan sonra Göyçayda da bu təlimləri həyata keçirdik. Və bu il planımız var ki, Azərbaycanın əksər regionlarında bu təlim həyata keçirilir. Neçə şəhər və rayon planlaşdırırsınız? Təxmini bir rəqəminiz varmı? Təxmini bir rəqəm olmasa da
yəqin ki, çox böyük bir ərazini əhatə eləyəcək. Arealı genişləndirməyi planlaşdırırsınız. Düzdür, indi buna günümüzdə elə müzakirəyə başlamamışdan da qeyd elədim ki, süni intellekt artıq elə bir sahədir ki, hər kəsin marağındadır. Həm təqdim olunan yeni layihələr üzərindən baxsaq. Düzdür, əminəm ki, bu proqrama qoşulanların bəziləri həm maraq dairəsinə görə buna qoşulurlar, amma digər bir tərəfdən onu bir sənəd olaraq da bir rəsmiləşdirmək istəyənlər də olacaq əlbəttə ki, söhbət sertifikatdan gedir. Yəni, onu da təqdim edirsinizmi? 2 saatlıq açıq deyək, təlimlərimizdə sertifikat təqdim olunmasa da bizim workshoplarımız olur. Hansı ki, workshop dediyim, yəni məsəl üçün saat 11-dən başlayırıq, saat 5-ə 6-ya qədər davam eləyir. Bu workshoplar çox geniş formatlıdır. Yəni biz artıq orada süni intellektlə bağlı qısa məlumatlar vermirik. Çox böyük deməli məlumatlar verilir və iştirakçılar orada daha çox praktiki bacarıqlar əldə edirlər. Bax, bu zaman biz artıq sertifikat da təqdim edirik. Eyni zamanda bizim bayaq da qeyd elədiyim kimi dövlət qurumlarına, şirkətlərə, bir sıra özəl qurumlara bizim təlimlərimiz baş tutub. Bu zamanda təbii ki, sertifikatlar təqdim olunur. Bu önəmli addımdır əslində süni intellekt sahəsində biliyin, savadın daha da inkişaf etdirilməsi, artırılması baxımından. Bu nəticə etibarilə əgər biz bir biliyi qazanırıqsa, bunu tətbiq eləmək istədiyimiz bir sahə də olmalıdır deyə düşünürəm. Yəni, əmək bazarından söhbət gedir. İşə yarayırmı, təsir göstərirmi, orada necə effekt verir? Çox böyük təsir göstərir. Artıq süni intellekt bir üstünlük deyil. Məsələn, əmək bazarında vakansiyalara nəzər yetirsək, artıq orada süni intellekt bilikləri, bacarıqları üstünlük kimi qeyd olunmur, tələb kimi qeyd olunur. Bunu 5 il əvvələ qədər olan Microsoft Office proqramlarının istifadəsini bacarmaqla bir müqayisə eləmək olar. Yəni 5 il əvvələ qədər, məsələn, vakansiyalarda qeyd olunurdu ki, Microsoft Office proqramlarını bilmək lazımdır. Ancaq indi zaman keçdikcə bunun yerini süni intellekt alətlərindən istifadə bacarığı yerini aldı. Yəni artıq bu seçim deyil, şərt olmağa doğru gedib. Bu seçim deyil, artıq şərtdir, tələbdir. Niyə görə belədir? Çünki süni intellekt artıq Microsoft Office proqramları da daxil olmaqla bir çox proqramlara tətbiq olunur. Yəni sən əgər süni intellektdən istifadəni bacarırsansa, bu demək ki, sən artıq Excel-də də çox rahatlıqla işləyə bilərsən. Word proqramı, təqdimatların yaradılması olsun və yaxud da bir sıra sahələr. Demək olar ki, əksər sahələrdə artıq süni intellekt tətbiq olunur. Yaradıcılıq olsun, marketinq olsun, insan resursları sahəsi olsun, təlimçilik də ola bilər. Məsələn, artıq süni intellektlə şagirdlər, tələbələr öz istədiyi cavabı sürətli şəkildə tapa bilirlər. Bəs yaxşı, gələcəklə bağlı bir yeni format mı deyim, yeni modul mu deyim, planlaşdırdığınız nəsə varmı? Planlarımızda var, bəli. Məsələn, süni intellekt agentlərinin yaradılması bugün çox aktual mövzulardan biridir, çox aktual bacarıqlardan biridir. Yəni nə edəcək o? Süni intellekt agenti dediyimiz şey artıq bizim yerimizə qərarlar verəcək, bizim işimizi görəcək. Bir növ yardımçı robot deyə bilərik buna. Yəni İşimizi əlimizdən almazmı? İşimizi əlimizdən ümumiyyətlə süni intellektin alacağı ilə bağlı bir müzakirələrə mən razılaşmıram. Əksinə bizim işimizi kömək edə bilər, işimizi asanlaşdıran bilər. Asanlaşdıracaq, bizim işimizi daha da sürətləndirəcək. Məsələn, sizə bir nümunə deyə bilərəm. Araşdırmalara görə süni intellekt alətlərindən istifadə edən deməli işgüzar şəxslər öz işlərini 20%-dən 40%-ə qədər daha sürətli, daha səmərəli şəkildə həyata keçirirlər. Nəzərə alsaq ki, təbii ki, bu süni intellekt proqramına maraq göstərənlər əlbəttə ki, var dediniz, amma sizin də yəqin ki, bir hədəfiniz də var. Bir rəqəm olaraq, statistik olaraq deyək, buna hələ də düzdür, ola bilsin ki, kiçik də olsa bir maraq göstərməyənlər də var. Ola bilsin ki, onlara maraqlı deyil də, biraz qəliz gələ bilər. Onlara ünvanlamaq istədiyiniz hansısa bir müraciət varmı ki, bunu da onlar üçün də maraqlı edəsiniz? Biz yenə qeyd edirəm, fərqi yoxdur, yaş fərqi yoxdur, peşə fərqi yoxdur. İstənilən insanı öz təlimlərimizə dəvət edirik. Hər kəs təlimlərə qatıla bilər, faydalana bilər. Kim ki, tərəddüd edir ki, mən birdən gedərəm, bacarmaram, öyrənə bilmərəm.
Yenə qeyd edirəm, burada proqramçılıq bilməyə, proqramçı olmağa ehtiyac yoxdur. Dərin riyazi biliklərə ehtiyac yoxdur. Sadəcə kompüterdən istifadə eləməyi kim ki bacarır və yaxud da kompüter olmasın, bu günləri telefonlar artıq kompüterlə eyni funksiyaları da demək olar ki, yerinə yetirə bilir. Yəni bunlardan istifadə edə bilən, istənilən insan təlimlərimizə qatıla bilər. Təşəkkür edirəm, minnətdaram, işlərinizdə doğrular arzulayıram. Mən də sizə təşəkkür edirəm, çox sağ olun. Bir daha xatırladım, hörmətli tamaşaçılar, süni intellekt savadlılığı proqramı təmin olunur, təşkil olunur daha doğrusu. Onun bizə verəcəyi nədir? Sertifikatlarla bağlı məsələ, regionlarla bağlı məsələ, haralarda keçiriləcək deyə Nofəl Əliyev Asan İnnovativ İnkişaf Mərkəzinin təmsilçisi bizdən bütün bu məlumatları bölüşdü.